Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. Ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 20 nömrəli xüsusi təyinatlı yol istismarı direktoru bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur. Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi yeni yaşma ödəmə məntəqəsindən, son nöqtəsi yeni sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.